Salam əziz izləyicilər. Bugün sizlərlə Napolyon dadında möhtəşəm şirniyyat resepti bölüşəcəyəm. Həqiqətən çox dadlı şirniyyatdır. Əminəm ki, hazırlasaq sizlər də çox bəyənəcəksiniz. Qabın içərisinə ələnmiş 400 qram un və soyuducudan çıxartdığımız 180 qram yağı əlavə edib umaç halına gətiririk. Sonra üzərinə 3 yumurtanın sarısını və 100 qram xama əlavə edib yumşaq, ələ yapışmayan xəmir əldə edirik. Orta yumşaqlıqda ələ yapışmayan xəmir hazırladıqdan sonra bu xəmirdən kündələr hazırlayırıq. 30 ədədə yaxın kiçik kündələr alındı. Kündələri bir qaba yerləşdirib, üzərini sarafanlayıb, soyuducuda təxmini 1 saat saxlayırıq. Bir saat keçdikdən sonra isə bezemizi hazırlamağa başlayırıq. Bir qabın içərisinə yumurtanın ağını və bir çimdik duz əlavə edib, öncə mikserin az xodu ilə, sonra şəkər tozunu hissə-hissə əlavə edib gür xodu ilə qarışdırırıq. Bezemiz gördüyünüz kimi hazırdır. İsteğe görə bezenin içərisinə doğranmış qoz və ya kakos əlavə edə bilərsiniz. Mən doğranmış qoz əlavə etdim. Kündələrimizi soyuducudan götürüb incə yayırıq. Yaydıqdan sonra orta hissəsinə bir çay qaşığı bezə yerləşdirib videoda gördüyünüz kimi bükürük. Digər kündələri də eyni qaydada hazırlayıb bişirəcəyimiz listəyə yığırıq. Öncədən isidilmiş 200 dərəcəli sobada 15 dəqiqə bişiririk. Artıq şirniyyatımız hazırdır. Hazır olduqdan sonra şirniyyatın üzərinə pudra şəkəri səpirik. Bugünlük də bu qədər əziz izləyicilərim. Videomu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Hələlik gələn videolarda görüşənə qədər.